Herkese salam, kanalıma videoma xoş gəlmisiniz. Bugün sizlerle birlikte çok qəşəng bir video çəkəcəyik. Deməli bugün biz bağımızda olan və orada olan yəni güllərimizi də güllərimizi, ağaclarımızı sizə hamısını bir yaxından göstərəcəm. Bu videoda mən bir dəfə də çəkmişdim, amma neçə ay əvvəl. Elə ki, əslində hər vlogda mən gülləri göstərirəm, yəni elə belə. Videoda dediyim kimi hər vlogda mən güllərimizi göstərirəm, amma bu videoda hamısını ayrıntılı bir şəkildə yaxından göstərəcəm. İndi isə keçək videomuza. Həm də bu videonu çəkmə səbəbim elə bil ki, bu telefonun çəkilişini yoxlamaqdır, yəni necə çəkir, onu yoxlamaqdır. Əslində bilmirəm necə çəkir, amma sizə də göstərmək istəyirəm. Deməli burada mən adi video modunda, indi adi video modunda yox, portret video modunda çəkirəm. Birinci o moddan danışım, sonra elə ki gülləri göstərərik. Bu elə ki telefonun kamerası oldu, yəni kamerasını test etdiyi kimi bir video oldu. Kısaca danışacağım sadəcə. Portret video, hatta ki bizim telefonda portret modu var. Yəni ki selfie çəkəndə üzünüzü qəşəng önə çıxardır, arxana isə blurlur və beləcə üzünüz daha yəni ki qəşəng düşür və aydın düşür də. Sizin üzünüzü daha ön plana çıxardır. Burada isə portret video modu var. Buradan siz həm üzünüzü də çəkəndə sizin üzünüzü ortaya çıxardır, arxa planı isə blurlur və qəşəng professional bir görüntü əldə etmək olur. Amma mən bu görüntünü həm də ancaq üzdə yox, həm də ki baxın bu cürə videolarda, yəni ki başqa şeylər göstərərək də sevirəm. Çünki qəşəng bir ki nədir onu? Yaxşı, nə deyirlər ona? Nəysə. Yaxşı göstərir də qısacası. Gəlin başlayaq indi isə. Baxın burada bizim belə bir gülümüz var. Bunun adını tam olaraq bilmirəm. Amma baxın belə bir güldür. Gördüyünüz kimi. Biraz yaxından. Bunun anamda çoxdur. Yəni ki bunun ağı da var idi. Anam buna gəlin deyirdi. Bilməm bir vlogda demişdim deyəcəm sizə. Amma o gəlin tez soldu. Bunlar çox da solan deyil. Bu qırmızıları bilmirəm nədənsə. Bu da ondandır deyəsən, amma bu onu biri var belə balaca yarpaq şəklində açır. Belə yarpağını da bilmək olar. Bu isə yəni yekə açır da gülü. Yəqin ki düz başa düşmüşdüm yəqin ki ana deyəndə. Burada belə bir şeyimiz var. Bunun olduğunu bilmirəm, bildiklərimi deyəcəm. Burada da belə bir şeyimiz var. Çox qəşəng görsənir bu. Sonra yenə bu iri yarpaqlı olan bu. Buna deyəsən şey deyirlər. Mesela adı yanına çıxdı. Burada da yine ondan var. Sonra burada belə bir gül var. Sonra burada böyle bir şey var. Sonra burada böyle bir şey var. Bakın burada bunun böyle şeyler var. Bunlar akşam açırdı. Akşam gün akşamlar. Ne baksa açır bunlar. Çünkü ben açar şeklinde çekmiştim bunu. Tapsam koyarım. Burada bu deyəsən yaşıl qalan da həmişə. Dostlar, bu həmişə yaşıl qalandır. Baxın. Belə 0.5 manata çəkirəm, ona görə qəşəng geniş düşür. Yine o iri yarpaqlı olan bunlardan. Gördüğünüz kimi. Bu arada postların altına, shortsların altına yazarsınız. Bu telefonun görüntüsü daha xoşunuza gəlir, yoxsa mənim o ananın telefonu o Honor. Evet ki anamın telefonu Honor X9B-dir. Ümid səsim yaxşı gəlir. Bu telefon isə Samsung Galaxy S20F-dir. Yəni ki belə. Sonra yine bunlardan. Sonra bu belə ağ güllər idi. Bu bayaqdan baxanda, günorta baxanda açmışdı. İndi təzdən bağlanıb. Bu da ondandır. Bu isə xalça gülüdür. Gördüyünüz kimi. Evet. Burada da xalça var. Sizə bunun arxasında bilmirəm nədir bu. Yine bunlardan var. Bunlar. Bu da bayaqkindən. Sonra burada böyle bir şey var. Bu ise çok şeyde bu tesbih gölüdür. Tesbihe okşuyor. Burada da anamın qaççısı var. Ama bu anamın köhnə qaççısı. Bu yaxşı kəsmir. Oraya koyup bura. Böyle göstereyim. Hele ki böyle. Sonra burada böyle bir gül var. Bu çok şeyde. Burada böyle bir şey var. Bunlar gördüğünüz ise suynudur. Bu ağlar inanlar. Bu ağ görüntü olanlar suynudur.
Sonra bu böyle yəqin ki sarmaşıqdır, çünki belə baxıram uzundur. İndi gəlin bu başa keçək. Burada bir dənə də göl var idi. Onu da göstəreyim. Bunun adını gerçi adını bilmirəm, amma anamla saç ağlayır, nədir? Belə bir, bu çox qəşəngdir. İndi keçək o bir tərəfə. Deməli, burada bizdə xiyarlar var. Bunlar hələ balacadır. Ona görə üstündə belə gül şeyləri var, amma tam açılır. Məsələn, baxın, burada gül var, burada xiyar olacaq. Bu hələ balacadır. Sonra bu da xiyardır. Bunun üstündə gül varmı? Var, amma hələ xiyarı yoxdur. Burada hava gündür. Telefon ekranından görə bilmirəm hara çəkirəm. İndi deyirəm düz çəkirəmdir. Buna baxmadıq. Bu da xiyardır. Baxın, burada məsəl. Uy, çox tikanlıdır amma. Baxın. Güldür və bu da xiyardır, görürsünüz. Sonra baxın, burada da xiyarı var. Çox tikanlıdır amma. Dəhşət. Baxın, sonra belə bir dənə xiyarımız var. Görürsünüz, bunlar böyüyəcəklər. Baxın, bunlar da həmən o bayaq göstərdiyim saçaqlardandır. Hə. Sonra burada, bu nədir? Bu da xiyardır deyəsən, amma üstü gülü yoxdur. Sonra burada belə bir şeyimiz var. Burada belə bir şey və burada belə öz-özünə bitən belə bir gülümüz var. Sonra yerdə bu ramaşqadır deyəsən. Onlardan var. Və burada bizim günə baxanımız var. Baxın, bunu uzaqdan görsədim. Üzünü divara tərəf çevirib, yəni biz neçə il, məsəl üçün, belə günə baxanlar yetişdirdik. Amma ilk dəfədir ki, belə üzünü divara dirəyəni görürəm. Baxın, belə bir şeydir. Yəni, belə. Şəkildə daha qəşəng düşür. Yəni, amma bizim bağımızın əsas gözəl yeri, baxın. Görün, nə qəşəng üzümlərimiz var. Hələ bura baxın, siz. Bura. Görün, nə qəşəng. Bura cənnətdə Allah. Bu salğımların yekəliyinə baxın. Görün. Bu çəkdiyim modda yaxınlaşdırma modu yoxdur. Ona görə yaxınlaşdıra bilmirəm. Elə-beləcənə də çəkirəm. Amma yəni əsas odur ki, bu modda qəşəng çəkir də. Belə görsədim sizə. Hələ buradakı bir dənə salxıma baxın da. O salxım ən az 1 kilo olar da. İndi yox, amma o böyüyəndə var ha. Onda hər vlogda da göstərirəm. Yəni üzümlərimiz get-gedə necə böyüyür də, yəni ki. Hələ ki durum budur. Mama deyir ki, avqustda yetişəcək. Burada da var. Yəni çox qəşəngdir. Burada elə bir gül yoxdur, bura boşluqdur. Burada da bir dənə yasəmənim gülümüz var. Amma sizə bir dənə də olay danışmaq istəyirəm ki, bundan hardasa bir ay əvvəl anam bir yerə getmişdi. Orada baxın, bu boyda cana bir dənə, bunun barmağımın 2 qatı boyda kol var idi. Hətta o yasəmən idi, yəni ki, hətta onun üstə belə gül çıxmışdı. Yəqin ki, bu vloglardan birində sizə bunu demişəm. Amma bizimki görün nə boydadır. Mənim boydadır az qala. Mənim boğazımdandır bu. Baxın, nə boydadır, amma üstə bir dənə belə gül yoxdur. Və heç vaxt da olmayıb da. Yəni deyim ki, tökülüb eləyib, yox, heç vaxt da olmayıb bunun üstə gül. Daha ümidim də yoxdur ki, bu olsa. Belədir yəni. Sonra burada belə bir şey var. Bu adını bilmirəm. Bu həmişə yaşıl qalandır. Bu isə xiyardır. Baxın, bu ucu yekədir. Sizə göstərə bilərəm rahat. Yox, yekə deyilmiş. Baxın, gülünü və bu da onun xiyarı. Görürsünüz? Bu da, görürsünüz, xiyardır. Xiyar. O da çox tikanlıdır. Şöyle dəhşət. Baxın, görün. Onlar hamısı böyüyəcək. Hətta bu yaxınlarda hərsə 2-3 gün əvvəl bir dənə yekə xiyarımız vardı. Onu evdən xiyar yox idi. O zatında yekəlmiş də. Kəsdik, yedik də, yəni salata vurduq. Sonra burada bir dənə belə yenə baxanımız var. Bunu da belə göstərdim. Görürsünüz, belədir. Bu da çox qəşəngdir. Bu arada onu dedim ki, anamın ən sevdiyi gül
günə baxandır. Və bir vaxtlar bizdə bilirsiniz necə idi? Belə bütün baxın başdan ayağa buralar günə baxan idi. Boydan boya da hamısı da axıra qədər. Və onda da biz təzə gözmüşdük. Bu hasar var. Oradakı qonşunun evidir o. Bu isə bizim həyətin hasarıdır. Deyim adım düzdür? Hə. Bu yox idi. Yəni ki buradan falan idi. Orada yəni ki o evdən də bizim günə baxanlarımız görsənirdi və çox qəşəng idi. Buna baxın. Hə, yəni bizim günə baxanlarımız çox qəşəng, belə boydan boya. Məndən də uzun idi da, yəni. Sonra burada da bir dənə baxın, belə ayrıca üzüm ağacımız var. Görürsüz. Belə var da biz bunlara dəmir qoymuşuq ki aşağı düşməsin. Onlar elə yuxarıda qalmalıdır. Hə. Bu aşağıdakı adını bilmirəm, amma keçək. Burada da var ya, baxın bu. O da süynüdür, yəni elə belə dekor üçün qoyur bana. Bunu bilmirəm. Əslində bu videonu dedim ki, Aynə gəl bir yerdə çəkək. Sən elə bil ki, dinən ki, bunu hardan almışam, hardan tapmışam, nə vaxtda böyüyür, haçan yetişəcək falan, elə maraqlı olardı. Amma ana çəkmədi məndən. Ona görə mən dedim ki, bir xocum tək çəkim. Nə bildiyim məlumat varsa, bildiyim məlumat da yoxdur zaten. Amma yenə də çəkək, baxın. Bir dənə xiyar tapım, göstərim. Bu ağacda olmalıydı axı. Hani xiyar? Hə, tapdım. Baxın, burada xiyar var. Belə. Bu. Bir dəqiqə. Bunu da bilmirəm nədir. Bu isə həmişə yaşıldır. Həmişə yaşıl qalan güldür. Bu hər vəzir bu cür yaşıl qalır. Sonra burada da baxın, yenə üzüm ağacı. Amma bu biraz pis ağacdır deyim. Həm yarpağı pisdir. Həm də ki üstündə bir dənə baxın şey var, heç üzüm var. Çox az, çox zəif görürsünüz. Bayaqki üzümləri gördünüz siz, amma bu o birislərə rağmen çox pisdir. Əslində amma o şeyləri alır, yəni o var ya qurumuş yarpaqlar. Onları götürür. Sadəcə yaxın yazmaya çıxır. Sonra burada belə adını bilmədiyim gül var. Bu gah açılır, gah bağlanır. Belə bir şeydir. Amma qəşəng görsənir məncə. Sonra burada yenə xiyar var. Deyəsən mən anamın həyətində olan ən çox xiyar o qırmızı gül var idi. Belə deyirdim, onun böyük yarpaqlısı falan da var. Bir o, bir də üzümlərimiz. Ən çox yəni. Yenə xiyarımız. Bu deyəsən xiyarların içində ən yekəsidir. Hə. Burada elə yetişmişdi elə. Burada yekəsi yetişmişdi, onu kəsmişdik. Burada belə bax balaca. Yarpaq cazibətə çəkəcəm. Bir dənə xiyar var. Aşağıda da var. Onun aşağısında da var. Sonra burada belə bir şey var. Bunu da adını bilmirəm. Bu da baxın çox qəşəng bir dənə gül var burada. Belə çox qəşəngdir. Görürsüz. Və sonra burada belə bir şeyimiz var. Bu siz nədir? Əzgil ağacıdır bu. Bu əzgil ağacıdır. Bu isə səhv eləmirəmsə günə baxandır. Və bağımız bu qədər idi. Belə bir dənə tez-tezi boydan boya göstərim. Dostlar, videomu bağlamadan bir test daha eləmək istədim. Çünki məncə video qısa oldu. Ona görə bağlandı. Ona görə dedim bir dənə bu telefon aidlərini test eləyək. Deməli bu telefonda titreşim modu var. Yox, titreşim yox. Adını düz demədim. Yəni bu titrəmənin qarşısını alacaq bir şey var. İndi mən o onsuz çəkirəm. Yəni
öz necə çəkirəmsə elədir də. Yəni ki, indi mən oradan oraya qaçacağam. Əlimdə də telefon və birini o həmən o şeyi aktivləşdirmədən qaçacağam. Görüm nə qədər əlim titrəyir. Belə qaçanda söz ki, belə olur da. Bir də o modu aktivləşdirəndə görüm necə sallanacaq. Və siz də baxarsınız ki, o mod həqiqətən işə yarayır ya yox. İndi titrəşim modunu aktivləşdirməmişəm. İndi qaçacağam. Mən özüm də videoya baxdım, başım gicəlləndi. Nə titrəşim modunu aktivləşdirməmişdən əvvəl əlim çox belə qaçanda söz ki, adam tərpənir. İndi isə adına baxdım, super sabitdir adı. Hə, indi onu aktivləşdirmişəm. Görüm qaçanda əlim nə dərəcə titrəyəcək. Videoya baxdım, şok oldum da, yəni ki, yenə söz ki titrəyir. Amma əvvəlkinə baxanda çox dərəcədə qarşısını alıb.